Deməli dostlar, Günel xanımla gedirik markete. Ona həyatında yemədiyi dadı pişirəcəm. Nə? Allah haqqı. Bu şey var ya, bir dənə onu tapıb qoyacağım ona. Ben de şək. Sabırlaşma. Yine kocaman başlılarla yine oturuyorlar mı monteriyle? Çörək demək, hava demək. Günah həqqi zarafat bir yana Hasan düzəldəcək. Ondan belə baxıram ki, bu yay elə bir belə. Ben ancaq gedirəm Bodruma. Hara? Bodrum. Buradaki Dubai'ye. Dubai. Türkiye'de Nasıl istedi? Ben karalmalı, nasıl karalmalı? Rengi bakma bak. Görün dostlar, qolunu nə günə qoyub zəqara görə. Yandırıbdır. Lazerdən sonra gedib. Yox lazer. Salaridən sonra gedib lazerə. Lazerdə qolunu. Gördün çəkmir mən, onu da böyle Günə göz as. Ümzənərsən. buram buxarım çıxır. Geç bu bir-birinə. Bu çək görün burada nə təşkil? Kadr. Tutuzuramıram dostlar. Bundan çəmə tutuzuramıram. Yox, böyle bak, bir dalğın çəksən, belə Yox, ben atacağım gəlim. Həmən o qabaqdan, öndən, ön plandan. Gözələm, görürsən buradan, incəcik. O mən incəcik bədənim, gözəlir incəcik. Şuraya bax, həyatı sorğuluyur orada. And olana Sən kişi verir. şimdi. Qəvniyyətin borcunu xərcin Allah'ım. Kəfi adam canım. Sən nəyə fikirləşsən, səhər dursan, otursan balkonda bir gün getdin, pıs eləyən kimi, ya, qoxut. Mən dərdim, valla Oh, dərdim. quşların yuvasına. Bunlar. Meyvə tuşanasıdır. Ooo, ayka. Buradan köçəsi olmadı. Allah olsun, qəşəkdir hə? Bir xeyir dualar şunlar. Qonşularımıza xeyirli olsun deməyə gedəcək. Hər bir dənə soğan, bir dənə də göyərti. Siyah. Bu bəs eləyəcək. Onlar şükür eləsin ki, bunlardan bizə mənim əlim yaman yüngüldür. Valla ayağım da yüngüldür. Hara getsəm hamıda aşıq daşır. Buradan biri vardı aynı saata. Mənim canım tutardı səndən. Sənin devin olardı, mən də rahatlayardım. Həqiqi o nətər olur? O binanın bir tərəf tikilib, bir tərəfi yox. Alsana. Orada yaşaşı, ay yox. Bura. Ora. Ora. Orası düşür Orası. orası. Onu kadar mı? Hə, onu deyir. Yan yana deyil də, ayrı-ayrıdır. Az yeni değil mi? Yo, eyni deyil. Yaman ensiz binadı o. Xoşun gəlmədi, Zeyhuru müdiriyyəti. Yenə yönü dəyişin. Et alırsan. Dayıdan yoxsa marketdən. Nə qədər bu? Hə, deməli qızlar, yemək bişirəcəm püre ilə. Qəşəng bir patlıcanla ətli kavurmalı özəl bir tarif. O yarıqdır. Yarığına diqqət et. 1.29'da 3 tane kartoş. İri-iri Burada götür, 3 bax. kilo var. Hə, 5 kilo götür. Ne olur bana? Az yox yaxşı deyil. Təzə yaxşı. İrilerini götürmeli ama. Hə, də bəsdir də. Kola gel. 1 kilo bəsdir. Kaç büyük? Hə. Güzeli babası da bastık. Həqiqi bəsdir, nə üçün belə? Bacıdır ha. Bazarda ancaq günlər sesidir bugün. Ne veriyor ha? Hə, ver. Sən ver mənə. Kartoş. Hiçbir şey bilmiyoruz. Param 3 şuman 31 gelmiş. Sənə elmas götürdü. Tam dör götür canım. Annem neyse. Götürdü. Sabah vaxtımızda konuşuyoruz. İçi göy olanında da zadeganlar yenlendi doğru. Nə? Zadeganlar yen pandırlandı. İçi göy olur bunları. Yox, heç bir göy deyil, qəşəngdir. Yıkalan. Bəs. İçin 4 tane o. Hə. Sonra ne? Sonra Bunlardan bizde yok ayda. hansılar? Hə, gəlibdir. Sonunda geldi. Artık sen lapuşa çıkar. Suş hazırlayasın, yeyərik. Yok lapuşa da bunlar değil mi? Gerçekten. Sen o da ayda çekmiyorsun hangi? Ne? Hə, nodul ondan qəşəng olmuş. Sosları da. Açıldı sosları. Hə. Hə, qəşəng. Hatırlayarım. İnşallah. Gələn dəfə hazırlayasın bunu. Bundan ben o kadar yedim aslında. Ezdim çünkü yedim. O tadını getirip kalmayayım aslında. Ooo, Deməli qızlar, soyulmuş pomidor alıram. Çünki o pomidordansa bu pomidor daha yaxşıdır. Şeydir, pis tadı var. Böyle sözleşti ki böyle qalma. Onu deməli qızlar, bir dənə 1 manat 58-ə belə bir pendir götürdüm. Deməli dostlar, bu səfər ət seçimi bazar stordan oldu. Buradan götürəcəm. Onsuz da mənə qiyma lazımdır. Evdə də biraz varımdır, əlavə edəcəm. Mənim bəxtimdən tap gördüm. Gənə bu hamısı satılmışdı.
Deməli qızlar, gəldik çörək adlarına. Mən əvvəl doğranmış çörək yeyirdim. Heç indi doğranmış çörək də yemirəm. Daha önce çörəyə doğba. Çünki da təndir çörəyi götürür. Hansı sudan götürürüm? Hə? Yaşa pişirilir, gör. Hə, duz azdır. Duz azdır. Avtoşa. Bir də yaman sürdüyüm maşın. Sen mahnı qoymuş ki, bir də şey YouTube çəkək. İmkan vermirəm mahnı. Şöyle alacağım. Bunu biraz çıkalım. Aman da içeride oturup ne yapayım? Həkimə dostlar söz verirdi orada ki, arıqlayacağım, çörəyin başını bırax. Bir tane kız vardı, Kur'an'ı andı, tutmaya değil ettirip. Hə. Düştü danışır, deyir ki, bir arıqladım ama deyir ki, ben deyir, onda başa düştüm ki, hayatın ləzzəti, enerjisi yemek yeməkmiş, Kur'an'ı andı. Bir hamı deyir ki, konkret yığıştıram buna. Yerin için çəpəyi. Bəxtəvər başımıza indi gəldik rotuna dilinə. Bunu alsın yiyip salatı. Sadə bu qabda olan olmalıydı. Onda qalmıyor bundan. Bundan deyir de. Yox. Hara gelsin, nə axtarsan hadi. Bundan gəldi yiyip. Nədən? Hə, mən də çox sevirəm. Ən çox da bu balıqdan. Nədir bunun adı? Onun adı nədir? Tabii onun qulağı da yoxmuş ya bunun. Elimde onu kırdım. Elimde yani ne istemedim. Yağı o çok olur. Yemin olmuyor. Adam ürəyi bulanır. Şöyle yere bunları yemek küçük diye kadar ya. Deməli qızlar, belə bir süd götürdüm. Çünki ona püreni mən südlə eləyirəm, ona görə. Cuna nə fikirləşsən hələ də? Hə? Kalpas axtarır gözü. Gözü kalpas axtarır. Nə? Sayıyıqdı çörə bir tərəfini. Az gəldi, gidaydı. Yiyənmərəm, heç vaxt çox pis yağdan eləyirlər. Çox. Dəhşət özüm yağ eləyirlər. Get bunların orada şey var, balıq kirkəsi var. 1 manat 75 qəpiyə yenir. Al, onu apar, ye. Olmaz belə. Deməli qızlar, belə bir badımcan götürəcəm. Mənə iri badımcan lazımdır deyə iri badımcan götürəcəm. 3 ədəd götürürəm, 2 ədəd. 3 ədəd, məncə 3 ədəd bəs eləyər. Hər ehtimal qızlar əlavə bir dənə də götürürəm, 4 ədəd. Birisini götürək, bələnçə. Cuma nə yeyirsən? Yaban suda yemədin də piyar oldun. Birdən pişirəcəm, südlü yemək. Deməli dostlar, deməli dostlar, alışverişimizi də elədik. Günlə nə qədər tutdu? Nə deyim ki, deməyim, bir dənə deyim. Nə qədər? 15 qəpik, nə? 15 manat. 15 manat 75 qəpik. 5 qabaqdan tut, gördün ki. Deməli, az qəşə düşür, annem cürtü, buradan laf qəşə düşürsən. Yox, bura qəşə. Deməli, 15 manat, 75 deyirsən, yəni 15 manat 25 qəpiklik bazarlıq elədik. Ama tutu varsa, sakar olmaq var. Qoyma desin. Külək olmasa gün gözəldir. 15 manat 25 qəpik yaxşıdır bu indi abidə. Juzun nə deyirlər? Ujun, bəli. Amma indi mən evə yemək pişirəcəm dostlar. Bunlar restoranda onun porsiyonu 15 manat yeyər. Hə, nə? Elə pişirirsən ayça. Mən də çəkərəm. Nə? Bu çıxılı şeydə mən belim ağırdırsa, artıq mənim qocaldığımı hiss eləməyəm. İstələməyə başlayıram. Matım da bu çıqa üstünə. Lə. Matım mənim. Gələcəm biraz sal sürəcəm. Nasıl vaxt burada götürəm Başlamaz. Yer ətdi məhdi, bu nə söhbətdə aynı. Bu bədahətdən gəldi şunda. Elə bilən bədahətdən gəldi. Hüseyin başlayarıq çəkilişimizə. Hə? Deməli dostlar, bu da ərimir, xalasına kömək eləyir. Amma hər yeri batırır ona, hər yeri batırdı. Hər yer batırmadan salafanın içine dök.
Yaman işlədim, neysə. Keseceğim hadi. Ne? Doğramazsın. Ben bütün problem değil. Sen doğra. Sen doğra. Şey yok. Sen abla ya öyle onu götürüp oyna. Bunlar yanında değil mi? Yanında değil mi? Bakın sen servise bakacaksın. Vay, lezzetli daha öyle. O zaman ne diyeyim? Bulamasın diye. Elemeye de sattı. Deməli qızlar, artıq püremiz də hazırdır. Çərə yağı əlavə edib, bunu əzdim. İndi buna süd əlavə edib, bunu daha durub edəcəm. Çünki pürüm belə olmamalıdır. Süd də əlavə elədim. İndi bunu yenidən qatışdıracağam. Daha doğrusu əzəcəm. Püre demək olar ki, hazırdır. Kişniş və süd əlavə elədim. Təbii ki, istəsəz əlavə edə bilərsiniz, istəsəz eləməyə bilərsiniz. Baxın, belə oldu. Belə. Deməli qızlar, badımcana da belə o yüzdü, bu yüzdü bir damcı belə necə baş salmayı. Canına istədiyi keçəndən sonra götürürəm. İstəsəz qızarda bilərsiniz, amma qızartmasanız daha məsləhətdir. Deməli qızlar, artıq demək olar ki, hazırdır. Buna əlavə edəcəm, deyək, oradan aldığım pomidor. Və qızlar, qiyma da hazırdır. Tavanı da yağladım. İndi keçək hazırlamağa. Dıracağım tavaya. Böyle dolaştırdık birine. Et əlavə edəcəyim. Qəşəng belə bol. Sonra yenidən onun öz ölçüsündə, qoymuşdum hamısını bilir. Öz ölçüsündə badımcanı əlavə edirik və təkrar edirik. Ətrafa dağılır, ev yox, götürə bilərik. Bu qısımda no problem. Üstünə Allah pendirir. Bol qəşəng sərpişdirir. İşte bu. Deməli qızlar, artıq hazırdır. İndi mən buna bir kasa dolusu bayaq aldığımız pomidordan əlavə edəcəm. Və qızlar, sonda hazırdır. Görkəm olaraq belədir. Dad olaraq da çox qəşəngdir. Bir də sizə bunu qeyd edeyim ki, bu elə bilərsiniz yağdır. Təbii ki, biraz yağından var, amma tomatın suyundandır. Göz hakkınızı halalleyin. Böyle işte arkadaşlar. Deməli qızlar, özümü tərifləmək kimi çıxsın, amma buna baxın pürəyə. Pür nə qəşəngdir. Hələ mən istədiyim kimi tam çıxmayıb. Amma belədir. Göz haqqınızı halalleyin. İndi biraz günlərin ömrünü yiyək görək. Halal eləməyin. Niyə? Neden sen zamanın gözün qabağında şart yeməkdən yeyirsən? Bilmirəm baxır. Nə dərsən onu? Gözəldir. Nə qədərsən? Pürəsi yeyirəm. Amma püre ilə yox, düyünlə daha qəşəng olar. Hə. Mən Bu fikirləşirəm, hə. Püre Məncə də. sadəcə yüngül deyirədi pürəni. Yaxşıdır. Yaxşıdır. Şimdi. Allah. Kamera oynamırsan? Yox, mən bilmirsən. Hə. Badımcan yəni ha? Tam kıvamında. Müsfündür də dostlar. Biz də bu çölə baxmadan yemək yeyəmirik. Təzə hobbilərimizdən biridir. Daha su baxmasam olmayıb. Hə. Evet ya sana başım. Pulunu ne diyeceğim? Sana mı maşına? Bu hemen maşın var. Həqi. Sağlığına qismət. Neyse dostlar. Ben de var da. Ha? Et maşını. Bir iki maşınlar. Et maşını. He. Heç at maşında yoxumuzda Allah'ım yarabbim. Bir də qızlar bunu pufka eləsəz daha gözəl olar. Bence de. Yeyin, sağ olun. Sabahınız xeyir, gününüz uğurlu, xoş getsin inşallah. Mənim aşk böcəklərim, necəsiz qızlar? Deməli qızlar, səhər tezdən oyandım, oyanmaz dedim, əl üzümü yuyum, dişimi fırçalayım, bir stəkan çay içeyim, gedim mağazaya. Axşamdan Sadətcə gəlib bizə, dedim onlara səhər zaxtırığı hazırlayayım. Çox qəşəngdilər axı. Bu qəşəngsizsin. Ayo, Boğazın üstündə yaman gəldiniz. Gəlin bu pəncərənin qabağına qonun, hər gün sizə bacınız yemək versinlər. Cütlükdür bunlar dostlar. Biri oğlan, biri qız, biri oğlan, biri qız. Sevgilidirlər, ailədirlər.
burada buluşublar. Bura bunların özel alanlarıdır. Restoranlar, parklarıdır, belə deyim. Tıbacımız hazırlaşdı. Gedir marketə. Havan da tutmaq olmur. İndi gün çıxıb. Bulud o yandan baxır. Quşlar bu yandan uçur. Şey də qoşdum. Gedək, görək. Deməli qızlar, küşü pişirməyi fikirləşirəm. Ona görə qıyart alacağım. 2 dəstə kesmiş. Bir dəstə çörək kişnişi. Bu dəstə də elə bir şeydir. Çöçələ barmağım. 2 dəstə şür. Bir də buna nanə də buranda çox qəşəng olur. Nanə, bir dəstə. Bir dəstə də ispanak. Yox, 2 dəstə ilə. Bu qədər bəsdir, bir dəstə bəs. O, bir dəstə də pazı getirək. Çoxundur yarpağı, bu da mənim kimidir. Əzilib, üzülür. Bir dənə yağ götürdük. Şokolad yağı, uşaqlar yeyir. Deməli qızlar, indi də Saska Kalpası adberindəyəm. İnşallah burada da personal gəlsə, Melisaya Saska götürəcəm. Xalasının balası Saska yeyir hər gün 3 dənə çörəksiz. Ümidimiz də elə yeməklərədir. Görək, gəlsələr. Qızlar, yarım kilo demişdim. Yəqin yarım kilolar. Yox, yarım kilodan az belə Saska verdi. Gəldim çörək adlarına bir dənə də çörək götürdüm. Bir dənə də simitan götürəcəm. Səhər yeməyə qəşəng olur. Bunu çox sevirəm, bu çox qəşəng. Qabaqla başqa yerdim, amma indi bunu çox sevirəm. Bir dənə belə xardal götürdüm, Rus xardalı. Saska ilə yesin becəklərim. Bir dənə də belə servalatın yağlı kalpasasından götürdüm. Corablarım da sözünü deyir. Qızlar, indi də xiyar götürəcəm, bir də pomidor götürəcəm. Biz səhər yeməyində çox xoşlayırıq. Boş getmirim, heç yeməyə boş yemək olmur. Pomidor götürəcəm, bu yumuşaq da qəşəng pomidordur. Sadəcə haranındı bilmirəm. Özümə 2-3 dənə də acı biber götürəcəm. Mən acısız yemək yeyə bilmirəm. Hamı mənim kimidir. Yəni səhər tezdən olsun, günorta olsun, acı olmasa yemək yeyəmirəm. Qızlar, 1 manat 69 qəpiyə lavaş yenib, bir dənə də lavaş götürəcəm. Bu sabah olar. Elə gəlir lavaş yeyə bilərəm. Belə genelde yemirəm nə çörəklə lavaş heç biri, amma bugün olar da. Bugün olar, o qız yadıma düşdü. Allahu ekber. Burada kənd yumurtası yoxdur. Mən də məcbur bu yumurtadan götürdüm. Kənd məhsulları olan yer bilirəm, amma çox təəssüf ki, bir daha uzaqdır. Ora getməyə ərinirəm. Qardaş, bu elə biləm daha yumuşaqdır. Bu çöz də qəşəng qırmızıdır. Bu ətli gəldi. Nə qədər əzə? Saçımın, başımın halinə. Qollarım ağrı, dinlərsiniz qızlar. Deməli 31 manat nə qədər tutdu? Məncə hər şey aldım. Pulunu 5 nəfərlik set hazırlaya bilərəm. Deməli qızlar, gələr gəlməz qolumu çirmələdim. Qəşəngcənə göyərtəni yudum, doğradım. Maşallah, elə sərgəslənmişəm göyərtəni. Hazır qoydum. Uşaqlar duranda pişirəcəm. Uşaqlar da elə deyirəm, elə bir ki, abur çəkmənəm. Cavan bulardı. Melisimin səskəsini ayırdım, qoydum kənara. Bunu koydum buraya, bunu da koyacağım buraya. Hazır elimin altında kalsın. Saskaları soydum, temizledim. Salatana yazdım. Şöyle her gün pişirim. Ben bunu elə bir ki kebab kimi eləyəcəm. Tava kebabı. Tava kebabı yox, tavada. Beləncəm. Bunların yatıqlar durmağını gözləyirəm. Bu vaxt insan yatar dostlar. Tembeldirlər həqiqətən. Çox tembeldirlər. Yəni qızlar, mən artıq yavaş-yavaş sürəmi hazırlayıram. Qəşəng. Bunun bakın, seni kalan kurban o. Seni sabah xeyir, forsa bak, forsa. Başına dönsün xalan. Başına dolansın xalan. Kızım. Aha, az başa. Yuxudan duranda da belə olur. Evə baxır, görün bura. Gəl görün bura. Melis. Gəl görün bura. Deyib boşuna dolan. Saskanı da belə elədim. Ocaqda elədim. Beləncə. Belə daha qəşəngdir. Deməli qızlar, kükümüz də hazırdır. Kükünü biraz doğrayanda yönümü səhv tutub doğramışam, amma çox dadlıdır. İyi, dəhşət qəşəngdir. Göz haqqınızı halallayın. Qızlar, səhər yeməyimiz də belə.
Yaxşıdır mı ləzzəti? Amma sən elə bil məni gördün. Hə, ləzzəti var. Hə, Allah. Necə də aynı balkon yeməyi mən ləzzət. Sən bilirsən, tadırsan sonra. Qırdızı. Aşmaq Zaman düşür. deyir, hep şey deyir. Ay boşqa qoy ikimiz deyək, var boşqa falan. Hə, gəl. Düz yersən. O da mantıqlı. Ama tam Hələ sən Allah baxdı. Hele bak tam su. Quşdan səs var. Elə bir qarnına getdi. Elə bilirəm ki, isə dönürəm. Yox, Qarayevin sıx meşələrində güllər və quşlar. Hop, müşəbbə bax. Bizim metro tərəfdə o dişə qaldı. Ne var, ehtiyatlı ol. Ağaca dəydi. Ay Allah. Ağız ehtiyatlı ol. Sadəcə 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 saçma şey tökürlər ağacdan. Ehtiyatlı ol. ağacı yarpaq. Yarpaq. Yemmədik, içəmmədik. Bu nə yaşayışlar? Dədə Merisin baxışına, baxışına. Ne quşu Meris quşaqları. Hə, Meris quşaqları. İndi duşa gəldim də, görmədin yazılır. Hanı Meris quşlar? Dən baxır yaz əməl başladı, boylanır. Hə. Yaman fikrə getdim Meris. Ver tadı. Qoy. Heç nə yemədi o uşaq. Heç. Onu sağ var, onu yiyecek. Son. Burnu axmır, yox. Xəstələnirsən. Yoxşum yerində. Hələ mənim başıma güzgülər. Ay Allah, sən saxla. Neyse dostlar, yedim bu qədər. Çox da yeyəmirəm. Nə dedi? Dedim, yedim bu qədər bəsimdir. Bir dənə bundan yemişəm. Bir dənə yemişim. Ay bu bəsmiş mal bəyənmədim. Deyəm deyəm. Nədir? Siz kimi inanır? İnanırsan, Sadır. Hə? Sadır inanırsan? Yox. Ev səhər olacaq. Olsa səhər olsa gel maşına yatacaqdır. Aa, Şəhər sənə şey götürəcəkdim. Döşək, yorğanı İlləmi, salacaq. Hala koy ben başlayayım da. Görüyor da, fen var evdə. Duruyor. Sadır, götüşə saçımızı fenlədir. Sadır. Deməli qızlar. Ani bir kararla. Bəli, hər zaman olduğu kimi. Bu Qaqam, хорошо. bəli. Səhər zavtrığına görə qaqam bizi aparır Qubaya. Biz də yazıq gedirik Salihlə salona, saçımızı fenlətdirək. Evdə hamı yerdə duşa, biz qaldıq belə. Ona göre biz de dedik gece olmasın, gidelim tez Saçımızı qəşəng fenladaq, gedək. Qızlar, gəldik belə bir salona. Qarayevdə. Buranı tez tapmışam. Neçə vaxt burada yaşayıram bilmirəm. Mənim başıma dostlar. Ay Allah. Saçımız da yuyuldu. Artıq keçirik saçı fenləməyə. Sadır. Yaxşıdır vəziyyət. Yuxuladı nazır edirəm, gümürcülədi. Yaxşı xaliflədirsə başı bu xanım. Əlimdə iş oldu, şamlılar indi gətirdi. Deməli qızlar, axırda saçlarımız qurtardı. Saadət fenlətdi. Mən də fenlətmədim, hördürdüm. Amerikanko. Saçlar hördüyü, ayka, balalayka, dəlisoyka. Saçım necədir dostlar? Amerikanko. Hə. Deyir saçlarım Saadət deməli, saçlarım bu şəkil önkalı sayka, dəlisoyka. Nəfəsim çəkirəm. Baba, niyə durursan qapını? Az qırmıyor, həqiqət deyirəm, qırmıyor. Ayda o qədər pul verir, Firəsə. Valla açıldı. Bildimdə sıcaqla, nə olursa. Ne yapıyorsun? Ne yapıyorsun sen bana? Şey, hara gedirik? Bu ya. Qubaya gedirik. Deməli Ama dostlar, çok pis bir yönü var ki, havuzu yoktu. Ne dersiniz ki, bu havadan havuz kardeş. Vallahi hava gül kimi, tam havuzlu yer. Ama heyif ki, bura elədik, xalan qurban. gideceğimiz yerde havuz yok ama o problem. Mesela bu yerden kurtulaq. Hə. Əsas o çıx gəz. Deməli dostlar, burada da videonu yekunlaşdırıram. Yola çıxırıq. İnşallah yeni videolar gələcək. İzləmədə qalın. Kanala abunə olmağı, yorum yazmağı, bildirişləri açmağı unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun, öpürəm.